Azərbaycan Prezident Administrasiyası Qərbi Azərbaycan termininin beynəlxalq səviyyədə yayılmasını təmin edib və buna görə də xeyli maliyyələr xərcləyib. Bu barədə OSİ Media yazır. 2023-cü ilin dekabrın 5-də, 6-sında Bakıda Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıtışını təmin etmək, qlobal kontekst və ədalətli həll adlı konfransa 109 min manatdan artıq vəsait xərclənib. Tədbirə azı 34 xarici iştirakçı qatılıb. Bəzi iştirakçılar isə ADA Universitetinin xarici alimləri olublar. Qeyd olunur ki, tədbirə qatılan iştirakçılar daha sonra bu barədə çox zəif reaksiya veriblər. Az sayda iştirakçı ölkəsinə qayıtdıqdan sonra bu barədə ictimai danışıblar. Ermənistanda isə bu kimi tədbirlər Ermənistanın ərazisinə iddia adlandırılır və şovinizm kimi qəbul edilir. Politoloq Nəsimi Məmmədli deyir ki, iki ölkənin bir-birinə ərazi iddiaları çoxdan aradan qalxıb. Azərbaycanın doğrudan da tarixi torpaqları Sovet hakimiyyəti vaxtı tamamilə qanunsuz olaraq kəsilib və Ermənistana hədiyyə edilibdir. O ərazilərin Ermənistana verilməsi ilə bağlı heç bir legitim sənəd yoxdur. Sadəcə olaraq daxili qərarlarla SSR vahid bir dövlət idi və Azərbaycan tərəfi də buna etiraz etməyibdir. Həmin ərazilər verilibdir. Amma dediyim kimi, bunu tərəflər artıq qəbul ediblər ki, bu ərazilər hər iki dövlət arasında necə bölünüb, necə paylaşılıbdır. Amma orada vaxtilə Azərbaycanlılar yaşayıblar. Onların tarixi torpaqları olubdur. Eyni zamanda Azərbaycanda da tarixən yaşayan, ən azı 150-200 il bundan öncə köçüb gəlib Azərbaycanda yaşayan ermənilər olublar. Onlar da belə iddia hələ də onlarda qalır ki, Qarabağ daha çox erməni əhalinin köçüb orada yaşaması üçün Azərbaycan tərəfindən buna şərait yaradılmalıdır. Bu iddialar var. Görünür ki, bu iddialara qarşılıq olaraq ən azı belə aydın olur ki, Azərbaycan tərəfi də göstərməyə çalışır ki, yəni bizim də sizə qarşı belə bir mövqeyimiz var. Azərbaycan cəmiyyəti də həmin əraziləri özününki hesab edir. İlham Əliyev noyabrın 3-də Milli Elmlər Akademiyasında çıxışı zamanı bildirmişdi ki, hazırki Ermənistan əraziləri tarixi Azərbaycan torpaqlarıdır və Azərbaycanlıların bu torpaqlara qayıtması Ermənistan dövlətini və cəmiyyətini qorxutmamalıdır. O həmçinin Çar Rusiyası tərəfindən hazırlanmış xəritələrdə indiki Ermənistan ərazisində toponimlərin əksəriyyətinin Azərbaycan mənşəli olduğunu iddia edib. Nikol Paşinyan isə İlham Əliyevin bu çıxışına münasibət bildirərkən deyib ki, ermənilər Qarabağ və Gəncəyə iddia irəli sürəndə Azərbaycanlılar da Yerevan və Sevandan danışacaqlar. 30 illik sosial və psixoloji reallığı sadəcə düyməni basmaqla və ya əyləci sıxmaqla dayandırmaq mümkün deyil. Əgər Yunanlar Böyük İskəndəri, İtaliyalılar da Roma imperiyasını yada salmağa başlasalar, onda hamımız hara gedib çıxarıq? Biz o tarixi oxumuşuq və mənim fikrimcə artıq yeni bir tarix yaratmışıq. Hətta 2 il də artıq tarixdir. Biz keçmişi gələcəkdən ayırmağı bacarmalıyıq. Mən düşünmürəm ki, Azərbaycan bundan sonra Ermənistana qarşı çox açıq şəkildə ərazi iddiası irəli sürəcək və bu Azərbaycanın indiyə qədər apardığı fəaliyyətə çox ciddi zərbə vurmuş olar. Eyni zamanda regional əməkdaşlıqla bağlı böyük güclərin ortaya qoyduğu layihələr, ideyalar, bunlar da təhlükə altına düşə bilər. Bu daha çox Rusiya kimi bölgədə münaqişələrin davam etməsində maraqlı olan dövlətin işinə yarayar. Ona görə də Azərbaycanın rəsmən belə bir addım atması inandırıcı deyil. Daha çox mən diqqət çəkirəm ki, Nikol Paşinyan hökuməti də öz cəmiyyətinə izah eləməyə çalışır ki, tarixən həm Azərbaycanlılar Ermənistan ərazisində, ermənilər Azərbaycan ərazisində yaşayıb, amma bunları heç bir halda qarşılıqlı olaraq bir-birinə iddia kimi irəli sürmək də doğru deyil. Və hətta mən diqqətimi çəkdi, Nikol Paşinyan belə bir fikir bildirdi ki, ermənilərin Qarabağa köçürülməsi sülh prosesinə mane ola bilər. Yəni bu əslində öz cəmiyyətinə izah eləməyə çalışır ki, mümkün qədər indiki dönəmdə hər kəs öz daxili problemləri ilə məşğul olsa və qonşulara iddia irəli sürülməsə yaxşı olar.